أنا شافعي المذهب أشعري العقيدة عقيدة أهل السنة والجماعة. Yəni həm əqidədə şafi, həm də fiqdə şafi olmaq olmur. Nəyə görə əqidədə əşərisən, fiqdə isə İmam Şafinin məzhəbi ilə gedirsən? Yəni bu ikisini bir yerə cəm eləmək olmur. Yəni biri gəlsin desin ki, mən həm etiqad mövzusunda, həm də fiqh mövzusunda İmam Şafi rahimehullah təalanın yolundayam. Nəyə görə siz belə ayrım eləyirsiniz? Ki əqidədə əşəriyəm, fiqdə isə nəyəm? Şafiyəm. Yəni bunun səbəbi nədir? İmam Şafi rahimehullah təalanın əqidəsi bizə gəlib çatmayıbmı? Yoxsa İmam Şafi əqidə mövzusunda mütəxəssismi olmayıb? Yoxsa İmam Şafi əqidəyə müxalif ola biləcək şeylərin qarşısını mı almayıb? Yəni bunlardan hansı biridir? Səbəb nədir ki, siz deyə bilmirsiniz ki, həm etiqadda məlikəm, həm də fiqdə məlikiyəm. Həm etiqadda hənəfiyəm, həm də fiqdə hənəfiyəm. Həm etiqadda şafiyəm, həm də fiqdə şafiyəm. Yəni səbəb nədir ki, bu alınmır sizdə? Bunu cəm eləyə bilmirsiniz. المالكية كلهم أشاعرة والشافعية كلهم أشاعرة والحنفية كلهم أشاعرة وما تريدي وكلاهما سواء وفضلاء الحنابلة من الأشاعرة. فضلاء الحنابلة من الأشاعرة. Həmbəllərin fəzilətləri, fəzilətli həmbəllər əşərilərdəndir. Höşmədim. Yəni yerdə qalan həmbəllər, onlar nədir? Fasiqlərdir. Fəzilətlər deyil. Bu nə ayrımdır belə? Bu nə ayrımdır? Bunu, yəni bizim əsrin əşarilərdən başqa keçmişdə biz bunu heç bir kitabda, heç bir qaynaqlarda əşarilərin həmbəllər məsələsində bu cür bölgə getdiyini biz görməmişik indinə kimi. Orta əsrlərdə və ya daha biraz keçmiş dönəmdə yaşamış əşarilərdən kimsə desin ki, Fudalaul Hanabilə, fəzilətli həmbəllər. Bunlar kimlərdir? Əşarilərdəndir. Yəni nəyə görə bu cür deyilir? Fudalaul Hanabilə, fəzilətli həmbəllər. Yəni bunlar kimlərdir? Bunların adlarını bizə verin. Yəni bu əsrdə bir çox əşari şeyxlərinin, Maturidi şeyxlərinin bu təqsimatı işlədirlər. Ümmətin hamısının əşari olduğunu deyirlər. 4 məzhəbin 4-ündən də əşari və Maturidi olduğunu deyirlər ki, əksər şafilər əşaridir, əksər məliklər Maturididir, əksər hənəfilər Maturididir. Həmbəllərə gəldikdə isə nə deyirlər? Fudalaul Hanabilə, fəzilətli həmbəllər. Yəni yerdə qalanlar, birincisi bunlar kimlərdir, onları bizə təyin edin. Siz fəzilətli həmbəllər deyəndə kim nəzər tutursunuz? Bu bir. İkincisi, yəni fəzilətli onda olmayanlar, onlar kimlərdir? Onda fasiqlərdir. Yəni mən sizə əminliklə deyirəm qardaşlar, bunlar fəzilətli həmbəllər dedikdə İbn Qudamə deyil. Abdülğani Maqdisi həmçinin o da deyil. Abdülvahhab ibn Həmbəl o da deyil. Atası Əbu İshaq Şirazi, daha doğrusu Əbülfərəc Şirazi o da deyil. Həravi o da deyil. İbn Hamid o da deyil. Hələ İbn Teymiyyə, İbn Qeym heç da onları demirəm. Bərbəhəri o da deyil. İbn Battah o da deyil. İbn Məndə həmçinin, Xəlləl həmçinin, Qulamul Xəlləl həmçinin. Yəni kim qaldı? Bu adı çəkilənlər var ha. Bunlar 100% əşarilərə görə Fudalaul Hanabilə, bu ixtira olunmuş təqsimat ona 100% daxil deyil. Ya bu adı çəkilən adamlar məzhəbin qurucularıdır, məzhəbin fikrini, əqidəsini quranlardır. Bunlar fəzilətli həmbəllərə daxil deyillərsə, bəs o zaman bəs fəzilətli həmbəllər kimlərdir? Biz bilirik əlbəttə ki, onlar fəzilətli həmbəllər deyəndə kimi nəzər tuturlar? İbnül Covzi kimi, İbn Aqil kimi və lap son dönəmdə yaşamış 100 il, 200, 250 il bundan qabaq yaşamış həmbəlləri də tuturlar. Ola bilsin Şatta ailəsi və yaxud qeyriləri. Amma adını çəkdiyim bu nəhəng, hansı ki bunlar nəhəng həmbəli alimləridir, bunlar bu təqsimata Fudalaul fəzilətli həmbəllərə nə olmurlar? Daxil olmurlar. Əgər bunlar yəni fəzilətli həmbəllər qisminə belə deyək də daxil deyilsə, o zaman yəni həmbəli məzhəbində heç kim qalmır. Və bu əşarilər tərəfindən əziz qardaşlar, təbii ki bu təqsimat, bu adlandırma, bu batil bir şeydir.
Bu yeni ixtira olunmuş bir şeydir. Şək yoxdur ki, batildir, zalalətdir. Hə? Əsatir-ül əvvəlindən başqa bir şey deyil. Bunun səbəbi var, qardaşlar. Nəyə görə bunlar bunu ixtira ediblər? Çünki bunlar həmişə 4 məzhəblə öyünürlər. 4 məzhəblə öyünürlər ki, hə, biz 4 məzhəb, hamısı bizi falan, 5 məkan. Lakin təqsimata gələndə, hənəf sayırlar, hənəflər maturidilərdir. Məliklər maturidilərdir. Şafilərin əksəriyyəti əşarilərdir. Həmbəllərə gələndə bunu eləyə bilmirlər. Nəyə görə? Çünki həmbəllərin içərisində əksəriyyət hamısı əhl-i hədisdir, əhl-i əsərdir. Və etiqad mövzusunda həm maturidilərə, həm də əşarilərə nədirlər? Müxalifdirlər. Onları artıq daxil eləyə bilmirlər özlərinin qurduqları əhl-i sünnət çərçivəsinə, hansı ki, əşarilik, maturidilik nəzərdə tuturlar. Onları daxil edə bilmirlər. Kimi daxil edəcəklər? İbn-i Qudamını daxil edəcəklər. Bu əsrin ən böyük kəlamçı alimi Səid Fud edir ki, İbn-i Qudam mücəssimədir. Əgər İbn-i Qudamə siz etiraz etmirsinizsə, onu mücəssimə saymırsınızsa, o zaman İbn Teymiyyə niyə mücəssimə sayırsınız? Təbii ki, bunlar bu cür alimləri əhl-i sünnətə daxil edə bilmirlər. İbn-i Qudamədir, Abdülğani Məqdisidir, Haravidir, Bərbəhəridir, Xəlləldir. İmam Əhmədin hətta oğlu Abdullahdır, Salihdir. Daxil edə bilmirlər. Və bir dənə bütöv məzhəbi də qıraqda qoyub misal çəkməmək də eyibdir axı. Təsəvvür ki, hər hansı bir əşəri şeyxi bir auditoriyanın qarşısında otursun, əhl-i sünnəti saymağa başlasın. Əhl-i sünnət əşarilər və maturidilərdir. Hənəfilərdən olan maturidilər, məliklərdən olan maturidilər, şafilərdən olan əşarilər, əhl-i sünnət budur. Bəs İmam Əhmədin məzhəbi? İmam Əhmədin məzhəbi qalır qırağa. Məcbur oldular bu əsrdə, bu əşarilər, maturidilər yeni istilah çıxartdılar. Yeni adlanma çıxartdılar. Sayırlar əhl-i sünnəti, malikilər, hənəfilər, şafilər, həmbəllərə gələnə fudaləul hənəbilə. Fəzilətli həmbəllər. Fəzilətli həmbəllər əşarilərdən, əhl-i sünnətdəndir. Yəni əhl-i sünnət əşarilərdəndir. Hansı ki, əşarilik heç də əhl-i sünnət deyildir. Qətiyyən. Nə maturidilik, nə də əşarilik. Bu yeni ixtiradır. Bu yeni adlanmadır. Bu, belə deyək də, bir qara ləkədir onların üzərində. Bu qara ləkəni silməkdən ötəri bunu ixtira ediblər. Çünki mümkün deyil axı, sən say öz ixtira elədin əhl-i sünnəti, denən ki, bunlar maturidilərdir, hənəfilərdən maturidilərdir, məliklərdən maturidilərdir, şafirlərdən əşarilərdir, bəs həmbəllərin sən hamısını daxil edilmərsən axı. Sənə görə həmbəllərin %90% hamısı mücəssimədir. Baxın, qardaşlar, hətta son 200 ilə qədər, orta əsrlərdə son 200 ilə qədər yazılmış əşari və yaxud maturidi etiqad kitablarında mücəssimələrə misal verildikdə həmbəlləri misal çəkirlər. Həşəvilərə misal verdikdə həmbəlləri misal çəkirlər. Bidət əhlinə misal verdikdə həmbəlləri çəkirlər. Həmbəllər bunlara görə bidətçilərdir. Həmbəllər bunlara görə ona görə bunların hamısını nə edə bilməzlər? Əhl-i sünnətdən görənməzlər. Yeni istilah ixtira ediblər. Fudaləul hənəbilə, fəzilətli həmbəllər. Yəni yerdəkilər nədir? Fasiklərdir. Və biraz öncə adını qeyd etdiyim o həmbəli alimləri ki var, bunlar 100% fudaləul hənəbilə deyil. Mümkün deyil. Çünki bu adını çəkdiklərim əşariləri ya təbdi eləyiblər, ya bidətçi çıxardıblar, ya təkfir ediblər. Yəni mümkün deyil onların nə saysınlar? Özlərinin ixtira elədikləri əhl-i sünnətdən sayısınlar. Əşairhum əhl-i sünnəti vəl-cəmaəti alə mərri tarix. Bu yalandır. Əşarilik tarix boyu nə olub? Əhl-i sünnət olub. Hicrətin 5-ci əsrinə qədər, 5-ci əsrin ortalarına qədər və əvvəllərinə qədər xilafət tərəfindən yazılmış bir kitab var idi. Ər-Risalətul Qadiriyyə. Xəlifə Əl-Qadir Billəhin əmri ilə həmin dönəmin ən böyük mühəddisi tərəfindən yazılmış kitabdır. Google-da axtarış versəz, o risalə çıxacaq. Ər-Risalə Əl-Qadiriyyə, Qadiriyyə risaləsi. Xəlifə Əl-Qadir Billəh onu yazılmasını əmr etdiyi üçün onun adı ilə bağlıdır. O risalənin çox dərin, böyük bir tarixçəsi var. Mənim balaca yazdığım bir kitab var. Əşarilərin tarixdəki qara səhifələri. O risalədə bu kitab haqqında çox geniş şəkildə danışmışam. O risalə, Risalə Qadiriyyə, xilafət tərəfindən 250-300 il müddətində xilafətin bütün 4 tərəfində
etiqad kitabı olaraq tələb olunurdu insanlardan. İnsanlar həmin kitabın içindəkinə uysunlar. Etiqad olaraq o kitabın içindəkilərlə qənaətbəxş olsunlar. O kitabın içindəkilərlə qənaətbəxş olmayan tövbəyə dəvət olunurdu. Dəvət qəbul etsə hə, qəbul etməsə nə olurdu? Edam edilirdi. Xilafətin qərarı idi bu. O kitab yazılmışdı, xilafətin 4 tərəfindən paylanmışdı ki, Əhl-i-Sünnətin etiqadı budur. Ər-Risalə, Əl-Qadiriyyə kitabının içindəki, o risalənin içindəki, baxın o kitabı, baxın o risaləyə, onu oxuyun. O kitabın içindəkilərin vergülündən tutmuş hər bir məsələsinə kimi Maturudiliyə və Əş'əriliyə ziddir. Ziddir, tam ziddir. Və bu kitab neçə əsrlər, təxminən 5-ci əsrin ortalarına qədər, əvvəllərinə qədər xilafətin qanunvericiliyi olub, xilafətin tələb etdiyi etiqad kitabı olub. Siz necə deyə bilərsiniz ki, Əş'ərilik tarix boyu Əhl-i-Sünnət etiqadını daşıyıblar? Bir dənə misal, Qadiriyyə risaləsinə müxalifsiz. Qadiriyyə risaləsinə müxalifsiz. Hansı ki, əsrlər boyu 250, 300, 350 ilə yaxın xilafət tərəfindən tələb olunurdu ki, hamı buna etiqad eləsin. Bundan kənar heç nə etiqad etmək olmaz. Necə ola bilər ki, siz tarix boyu Əhl-i-Sünnət sayılasınız? شافعي لكني من أهل السنة والجماعة. Necə sən Şafi sayırsan ki özünü, Şafinin əqidəsini götürmürsən? Necə olur bu? Niyə siz bunu cəm eləyə bilmirsiniz? Necə mümkün olmur ki, həm etiqadda məlik olasan, həm fiqdə məlik olasan. Həm etiqadda hənəfi olasan, həm fiqdə hənəfi olasan. Həm fiqdə hənəfi olasan, həm etiqadda hənəfi olasan. Həm fiqdə şafi olasan, həm etiqadda hənəfi olasan. Bunu niyə cəm eləyə bilmirsiniz? Niyə alınmır sizdə bu? أبو حنيفة إمامي إمام أهل السنة والجماعة ومالك إمامي وأحمد بن حنبل إمامي وكل Necə bu kəslər sənin imamındır ki, sual veririk. İstənilən Əş'ərisi, Maturidisi və onların mislində olanlar kim olur olsun, əgər bunlar, bu adı çəkilənlər sizin imamlarınızdırsa, Maturidilik və Əş'ərilik yaranmamışdan qabaq o zaman öz əqidənizi isbat edin. Əbu'l-Həsən doğulmamışdan qabaq, Əbu Mansur əl-Maturidi doğulmamışdan qabaq. Etiqadınız var idi, təbii ki deyəcəksiniz ki, bəli var idi. Elə isə bu 4 imama etiqadınızı isnad edərək isbat edin. Üzərində hal-hazırda olduğunuz etiqada bu 4 imama nisbət eləyə bilərsiniz, isnad eləyə bilərsiniz. Etiqadınızı bu 4 imamdan gətirə bilərsiniz. Mümkün deyil bu. Mümkün deyil. Sizin etiqadınız Əbu Mansur əl-Maturididən, Əbu'l-Həsən əl-Əş'əridən bu tərəfə başlayıb. هذه الأمة أئمة لي أعتز بهم وأفخر بعلومهم وأرفع رأسي شامخا حينما يذكرون لأنهم أئمتنا. Necə sənin imamlarındır ki, necə sənin imamlarındır ki, sən etiqadda onlara ittiba eləmirsən. Bu açıq aydın şəkildədir. Bir insanın deməsi ki, Şafiyəm fiqdə, Əş'əriyəm etiqadda, yəni bu o deməkdir ki, mən İmam Şafinin etiqadı ilə qənaətbəxş deyiləm. Bunun başqa mənası yoxdur. Niyə sən həm etiqadda da Şafi deyilsən? Yəni Şafi etiqadsız mı olub? Etiqadda mütəxəssis mi olmayıb? Etiqadımıza gəlib çatmayıb Şafinin etiqadını bəyan edən ən məşhur kitablardan biri. Əbu'l-Həsən Həkkərinin kitabı, İmam Şafinin etiqadı kitabı. Doğru, dürüst İmam Şafinin etiqadını bəyan edən kitablardan biridir. Baxın ona, İmam Şafinin etiqadı. Nəinki bu kitabda, Əcurinin şəriəsində, Lələkəyinin Şərh-ül Usulunda və digər etiqad kitablarında sənədi ilə İmam Şafinin, Məlikin, Əhmədin, Əbu Hənifin etiqadı bizə rivayət olaraq gəlib çatıb. Ona görə bunların bu kimi alimlərlə, imamlarla fəxr edəcək şəkildə danışmalarına aldanmayın. Bunlar hamısı avam təbəqənin gözünə kül atmaqdan başqa bir şey deyildir.